O ki, dimdiri hər musiqiyə qulaq asma. Cavan deyir ki, şimdi nə oldu, bu da oldu haram. Söhbət haramdan getməli. Deyir ki, elə bir ki, damara hansısa bir maddəni vurmaq kimidir musiqi. Musiqi təsirsiz ötüşmür insanın ruhunda. Ümumiyyətlə, bir millətin musiqiyə aludə olması çox pis bir şeydir. Buna söz yoxdur. Səhər sübhdən açasan, axşamacan çalıb oynaya, bu yaxşı bir şey deyil. Hətta iş belə gəlir ki, musiqiyə o qədər öyrəşir ki, ciddi verilişdə də mütləq musiqi olmalı. Bizim də işimiz çətinləşir mənim kimi adamı. Heç dəxli yoxdur. Məsələn, bir mövzu vardı bir dəfə, ciddidir. Bir ay məsələn, müğənnini gətirirlər ki, bu da bu verilişdə oxusun. Demə Allah, mən neyniyim? Mən də burada. Necə başa salım ki, bu? Bax, buna aidiyyat yoxdur. Məsələn, belə deyək də, məsələn, dövlət təhlükəsizliyində dinimizin rolu, təmin edilməsində dinimizin rolu. Bu müğənni gəlib nə oxuyacaq burada? Məsələn, indi ilahi oxuyan çağırırlar ki, bu ilahi mahnı oxusun. Bir xanım müğənnidir. Mən axır bir tər çıxdım aradan. Çıxdım aradan, amma ki, sözüm bundadır ki, məsələn, istənilən ciddi mövzunu da müğənni ilə, musiqi ilə bu yaxşı bir hal deyil. Artıq xütbənin də mütləq fon musiqisi olur ki, adamlar qulaq assın. Mən bilmirəm, bu yaxşıdır, pisdir, bilmirəm. Amma yaxşı olar ki, köməkçi vasitə olmadan adam sözə qulaq assın. Mənim fikrimcə belə daha yaxşıdır. İndi deyirlər, bəzi cavanlar, bəzi insanlara fon musiqi, bilmirəm. Hər halda, mən musiqinin düşməni deyiləm, amma musiqi ilə tədqiqat aparılmalıdır. Bəzi ariflər də toxunub ki, bəzi ahənglər insana müsbət təsir göstərir. Mən əleyhinə danışmaq kimi çıxmasın. Demək istəyirəm ki, elə belə deyil yəni. Sən bir dənə şey qoy orada qulaq as, keçdi getdi deyil. Bilirsiniz nə qədər hisslər və hansı şəkildə təsirlər göstərir. Qoydun qulaq astın, onu bilə, hələ halalını, haramını qoyuram qulaq. Elə belə deyil, keçdi getdi. Əməlli başlı təsir qoydu getdi. O təsirləri təmizləmək ya təmizləməmək, bilirsiniz, gələcəyin işində səndən çox bir dənə zəhmət, əlavə düyünlər yaratdı, pisdirsə, yaxşıdırsa əksinə səfa yaratdı. Təsirsiz ötüşmür.